Dəyərli dostlar, Xan kəndindəyik. İllərlə bu torpaqların iyisi burnumuza gəlirdi, amma ayaq basa bilmirdik. Bugün arzular reallaşıb. Bugün xəyalların gerçəkləşdiyi gündür. Əslində bugün yox, bundan öncə, yəni mənim üçün bugündür. Bugün mən bura gəlib çatdığım üçün, mənim üçün bugün arzuların, xəyalların gerçəkləşdiyi gündür. Qarabağ Azərbaycandır. Bir daha bizə bu xoşbəxtliyi yaşadan igidlərimizə, nərlərimizə, mərd oğullarımıza, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ruhları qarşısında baş əyirəm. Qazilərimizə şəfa və sağlıq diləyirəm. Qarabağ Azərbaycan. Düşər bağçaların, bağların, ala qarlı, boz dumanlı dağların, qocalarsan, keçər cavan çağların, bir gün olar, vətən deyib ağlarsan. Şükürlər olsun ki, biz bugün vətən deyib ağlamırıq. Biz bugün vətənimiz deyərək sevinirik. Şükürlər olsun, bizə bu şükürləri yaşadan Allahımıza şükürlər olsun. Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan xalqının dəyərli igidlərinə, oğullarına. Yaşasın Azərbaycan xalqı, Qarabağ Azərbaycandır. Hər kəsi cıdır düzündən